Her birinizə salam dostlar. Bir gün partlayış bir video oldu da yani. Ölkəmizdə televiziya əfsanələrinin 6-cı hissəsi ilə qarşınızdayım. Mən xahişim bu videoya like atın. 1000 like gəlsə, 1000 yox. 500 like gəlsə, 1000 çox oldu biraz. 1000 like bir videoma gəlib bu vaxta kimi. 500 like gəlsə, bu videonun söz verirəm, yəni 7-ci hissəsini çəkəcəm. Gözləyirəm sizin də bir dənə like'larınızı atın, bir dənə partlayış edin. Like attınızsa çox sağ ol. Baxaq görüm ölkəmizdə televiziyada inkişaf nə dərəcədədir. Video biraz çox köhnədir, yəni kalitəsi pis ola bilər. Medium kanalından götürmüşəm, girib oradan izləyə bilərsiniz. Ayının 16-sına olan hava haqqında məlumatla mən Səbinə Akif qızı tanış etdim. Gününüz xoş getsin, salamat qalın. Gününüz xoş getsin, nə idi ayol? Ayda. Kamera arxası çəkib ya bunu. Bunu necə tutuzdurublar? Yəqin ki primə görə eləyib belə. Hə yoxsa yox? Mikrofon tutmağı hə, obraz yox. Mikrofon içkilidir, bax o. Mikrofon ölür yavaş-yavaş. Get kızım, gələn il gələr. Zarafata var bir dənə. Get gələn il gələrsən. Bu da Mikrofon keçmədi. içkilidir, bizim el vurma, gəl. Bak. Hə, ikinci namizədimiz kim var orada gələ bilər? Mikrofon öldü da abi şey. Öz-özünə düşürür mikrofon. Xaçmazın Nərəcan kəndində sözün əsl mənasında bayram bayrama qarışıb. Uzun illərdir pislər. Bu da bir hülk oldu. Belə də olar, belə veriliş olur. Belə şeylər indi yol verilməz yəni. Sərf etmirəmsə. Keçmişdə yəni çox olub yəqin ki. Ancaq belə videolar doludur da yəni. Aktarım mədənəm. Videoda göründüyü kimi. Yəni kalitədən də bilinir ki, Aktarım, video mədənəm çox miyim? köhnədir. Aktarım mədənəmiyim. Güneş sabah üçün mülayimləşəcək. Gecə 13, gündüz 14 dərəcə isti olacaq. Yəqin bir çoxlarınız bölgələrimizin havası ilə də maraqlanırsınız. Həmişəki kimi öz kontinental iqlimi ilə fərqlənən Naxçıvan Muxtar Respublikasından başlayaq. Günorta 2-dən sonra az yağış yağmağa başlayacaq. Gecə 6, gündüz 11 dərəcə isti olacaq. Respublikamızın qərb hissəsində daha dəqiq Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl Gülməyə gəlir, proses bildirmir. zonasında hava dəyişkən buludlu keçəcək, az yağış yağacaq, temperatur gecə 9, gündüz 11 dərəcə isti olacaq. Şimal bölgələrində Necə yıxıldılar? Bu qədər insanın, bu qədər adamın içində həqiqətən adam utanır əsil. Ümumiyyətlə verilişlərə çıxmaz insan. Azərbaycanın birinci xanımı Heydər Əliyev Heydər Əliyev prezidentinin Heydər Əliyev fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı xanımı Bu nədir? Bu videoya ilk dəfə baxıram da, yəni bu nədir? Mən utanıram burada. Bunu indi başqa ölkədən də görürlər bəlkə də. Lap belə yox da. Həqiqətən qəribə gəlir adama. Savadsızlıq lap bu dərəcədə də yox. Şərəf binamız Əli Kərimdir. Əli Kərim. Fuat Qəhrəmanlı, Fuat Qəhrəmanlı. Sizin üçün ayrım şəfir vaxtı bitir. Fuat Qəhrəmanlı. Və Fuat sən Qəhrəmanlı. vərən özün bir şərəf. Alçaq, sən Fuat kimsən ki? Qəhrəmanlı. Sizin üçün ayrım şəfir Burada vaxtı. insanların adını bir şərəf girsən. Fuat Qəhrəmanlı. Şərəf. Dava yaradırlar öyle. Sənsən Əli Kərimdir. Ancaq sənin mənəvi addan Əli Kərimdir, vicdansız. Əclaf. Fuat Qəhrəmanlı siz ödən şəfir vaxtından istifadə etmiş. Mən tələb edəcəm sizi studiyadan çıxarsınlar. Sənin atandır. Oğlu sənin atandır. Özü söyüşə keçsələr bunlar. Şərəfsiz sənsən. Səni yaradandır. Fuat Qəhrəmanlı. Oy do. Mən tələb edəcəm sizi studiyadan çıxarsınlar. Siz ödən şəfir vaxtınızdan istifadə etmişsiniz. Şərəfsiz deyirsən. Şərəfsiz. Sizin studiyadan çıxarılmanızı tələb edəcəm. Sənin dədəndir.
Alçaq. Studiyadan çıxarmanız, sizin studiyadan çıxarmanızı xahiş edilir, buyurun. Siz artıq o dənizli bir vaxtdan istifadə etmişsiniz, xahiş edilir, buyurun. Padlet. Şərəfçi sən, sənin dədəndir, sənin Ali Kərimdir şərəfçi. Hüseyin Bala müəllim. İsa Qəmmərdir Əclaf. Hüseyin Bala Mirələmov. Əclaf. Ayıbdır. Hüseyin Bala Mirələmov, 10 saniyəniz var. Mən Onları həyata keçirmək üçün mənə sağlam orqanizm lazımdır. Ona görə də mənim gözəl balam, çıqqılı qızım, qırmızı baş, bir ayaqlı aybaşım. Ay tacıma. Qırmızı baş, ay tacıma. Sen kimi yarısan hava. Zərqaz kəndlərinin qazlaşdırılmasını işini də davam etdirir. Bu çərçivədə Astarada daha bir kəndə mavi yanacağın verilişi bərpa edilib. Kəndlərə qaz verilir. Uzaq Şərq səfərinin ilk dayanacağı Yaponiyada ABŞ prezidenti Barack Obama'nı 16 minnet. Texnik qüsura görə üzr istəyir tamaşaçılar. Beləliklə keçirik günün əsas xəbərlərinə. Bugün Bakı, Gəncə və Sumqayıtın orta ümumi təhsil məktəblərində donuz qripi əleyhinə dezinfeksiya işləri başlayıb. Dezinfeksiya işləri tədrisi 5 günlük olan Çok karıştırdı ya. məktəblərdən başlayıb. Adın nə? Zeynep Aslan. Aslan. Ha. Ay canavar, ürəkli. Nəsən qaqa? Utanma ya. Sağır başına dönür. Ay sənə qızı kəsərəm. Getdi Aslan. Getdin amma mahnı ortasından bilirəm də olar. Davay. Başlanğıcı mı? Arasından reistir oxa. Təşəkkür. Oxa getsin. Bu gecə yenə tək döyünür bu ürək. Bilirəm həmdəmim gəlməyəcək. Yox. Sevinç, kədər, qorxu, romantik. Qaqa şimdi baxır öz videosuna deyir ki, eyf deyil idi cavanlıq. Kanaldadır. Sevinç, sevgi, xəyanət gülüsünün mənim və bizlərin sirdaşı. Hamısı ən baxımlı bir kanaldadır ATV. Bravo. Təşəkkürlər. Ayazla. Dəstə olmaq lazımdır, qabağa getsin. Aslan, Şirpələnd vətən ücü doğulu. Aslan, mən vallahi mən heyran oldum sənin oxumağına. Hə? Hə deyəsən yoxsa yox deyəsən? Ha? Hansını öyrən istəyir onu da de. Adı Aslandır deyəsən, bir dənə oynamağa çatmır. Oynasa tam oturur yerinə. Sən yox. Sən yox, siz. Siz yaxşı. Aslan pişiyə bax gəlibdi. Mənə çox istəyir, ona görə. Aslında mənim yerimə bu pişik cavab verməlidir. O sən aslansan da, gör onu danışdıra bilərsən. Firuz. Firuz? Həyəcan lazımdır. Birinci dəfə Allah birinci dəfə burada oxursan? Yox, burada birinci dəfə görürəm sizi. İdmançısan sən? Yox. Vacib deyil idmançı olmaq. Yox, vacib deyil. burada söz Artist olmaq lazımdır, həyəcan olmaz. Həyəcan deyəndə Hagim xanım idmançı ona görə deyir ki, bayırda hava soyuq, yanın nazik köynə ilə gəlir. güzəştə getmək söhbəti kimi qəbul. Efirə görə giyindim, efirdə qəşəng görsənsin də. Yox. Sən bizə oxumağını indi Buyur. Tək qaqaş geyinib, bu qısaq olur. Kalitəsi çox pisdir, görmək olmur. Bir dənə qaqaş geyinib qısaq olur. Harala qaldı, sarala, dağlarda döndüm qartala. Maral qızlara aiddir də, qartal oğlanlara aid. Cəmaət gülür Aləmdir. Ayrı nə oxursan? Başqa bir O mahnı. Hind mahnılar, bir də oriental rəqslər. Rəqs də var. Var rəqs. Rəqs var, oynursan, oyna da. Paltarımı giyelim yoxsa buyurun oynayayım. Belə eyb yox. Elə. Düm, daram, düm, dürüdam. Oy. Mən bundan Belə düm, dam, daram, düm, daradam. O yerində belə dang, dang, dang. Bir də Oynamağına var bir də. Ləzzət elədi axı oynamağı. Hind musiqisi. Meşal de nehi anay baydaram anay kontakta. Qaqaş oynamağı TikTok'dan öyrənib deyəsən.
Edirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə like atın. Yəni deyirəm 500 like gəlsə 7-ci səsini mütləq şəkildə çəkəcək. Kanalımıza da abunə olun. 2000 abunəçi olaq. Oydu şibi. Oydu necə ağrıyır ha. Sağ olun.